Təvazu halı, dərin şəfa duası. Bismillahirrahmanirrahim. Ya haqq, bir vaxtlar sevilmək təhlükəli oldu. O gündən bəri mən sevgini saxladım, özümə vermədim. Sevgini qazanmalı sandım, layiq olmalı sandım, sakit qalmalı sandım. Muhammed Nur bilincində mənə xatırlat. Sevgi mükafat deyil, nəfəs kimidir. Özümü sevgidən məhrum etdiyim bütün anları şəfqətlə görürəm. Bu andan etibarən ürəyimə sevgini bağlayan bütün qapılar açılsın. Amin. Niyyət. Sevgi axşının bərpası. Niyyət edirəm ki, özümü sevgidən qoruyan köhnə andlar, səssiz qərarlar ilahi nizamda həll olsun. Niyyət edirəm ki, mən özümə sevgini şərtsiz və təvazu ilə verim. Niyyət edirəm ki, sevgi mənim üçün təhlükəsiz, sadə və təbii olsun. Bu niyyət ilahi aşk portalında Muhammedin Nur bilincində tam uyğunluqla açılsın. Oldu, olduruldu. Şükür. Sevgini aldığım zaman nəyi itirəcəyimdən qorxuram. Özümə sevgini verəndə kim məni qınaya bilər? Sevilmək keçmişdə kim üçün təhlükəli idi? Mən sevgini niyə saxladım? Sevgi məni hansı xatirəyə aparır? Özümə sevgini versəm, kim olaram? Bugün özümə sevgini hansı kiçik addımla verə bilərəm?